Allah İmam-ı Hüseynə xatir inşallah ibadətlərimizi, dualarımızı ali dərəcədə bizdən qəbul elə. İlahi və Rəbbim Peyğəmbər və əhl-i beytindən bizi dünya və axirət ayrı salma. İlahi dinin, dini hökümlərin, ləzzətin, ibadətin, mənəviyyatın, ləzzətin bizə dadızdır cinan. İlahi günahlarımızın üzərindən qələmi əffi çək. İlahi bağışlanılmışlardan bizi qərar ver. İmam-ı Hüseyn vasitəsilə rəhmətüvi, məğfirətüvi bizə nazil elə. Allah biz o kəslərdən deyilik ki, bağışlanmağa kiməsə vasitəçi olar. O kəslərdənik ki, bağışlanmağa ehtiyacımız var. İlahi və Rəbbim bizi bağışlamamış bu dünyadan aparma. İlahi bizi o dərəcəyə çatdır ki, bizim də vasitəmizlə səbəb olaq kimlərsə məğfirətə çatsın, mərhəmətə çatsın. İlahi üstün dərəcələri bizə bu dünyadaykən yaşat ki, İlahi və Rəbbim dinüvün ləzzətin, ibadətin ləzzətin bizə dadızdır ki, İlahi və Rəbbim qərib yerdə olanlarımızı səlamət elə, məxsusən ruzu dalıcan gedənlər, ələl-xüsus hərbi xidmətdə olanlar, hamısını səlamət elə. Allah millətimizin, xalqımızın, ölkəmizin başının üstündən yaman yerlər əstirmə, ümmət-i İslam'a nicat ver. İlahi işi dara düşənlər, özü dara düşənlər, əsir olanlar, Allah İmam-ı Musa ibn Cəfər ağa hörmətinə tezliklə onların işlərinə, özlərinə fərəc inayət elə. İlahi xəstələrimizə İmam-ı Səccad ağa hörmətinə şəfa ver. Məxsusən o xəstələr ki, bizdən dua istəyirlər. Nəzərdə olan xəstələr, Allah hamısına şəfaya acil, mərhəmət elə. İlahi İmam-ı zamanımızı bizə tez yetir, ağanın mübarək vücudun səlamət elə.